Biz eyni Qarabağımız işğaldan azad olanda necə bir həyəcan keçirdirdik 30 milyon xalqı güneydə. İndi xalqımız quzeydə də mütləq güneylə bağlı bir həyəcan keçirdə bilərlər. Onlara bağlı mən bir yerli, belə deyim, yataqlı bir rapor verim. Sonra keçin bu başqa sizləyən soruların cavabına. Odur ki, bilirsiniz, bugün 13-cü gündür İranda etirazlar başlamışdır və nəhayət gəldi 12-ci gündə Təbriz sükutun sındırdı, Azərbaycan səssizliğini dayandırdı və meydana gəldi və Azərbaycanın da meydana gəlməyi yenə də fərqli oldu. Yəni bir tarixi qiraət ki vardı. Bugün İran toplumunun hamısının alt yapısında vardı ki, Azərbaycan gəlməsə bu hökuməti devirmək olmaz. O dünənki elə şüvarlarda Ərdəbildə oldu, Astarada oldu, Xoyda oldu, Marağada oldu və eləcə də Urmumuzda oldu, Təbrizdə oldu və biz o şüvarlarda gördük. Gerçəkdən Azərbaycan gəl bir meydana, gələndə özü kimi gəlir meydana. Bir başqa güclərin ümidinə gəlmir. Babək, biz hamımız hazırıq, biz ölməyə hazırıq, Babəkin sərbazıyıq. Öz tarixi qiraəti ilə gəlir və son olaraq dünənki gün, yəni 12-ci gündə etirazlar İranda ərazi baxımından da pik həddinə çatdı. Yəni İranda 31 bölgə var, ustan vardır. 31-ində də dünən xalq meydanda idi və bu xalqın meydanda olmağı birbaşa Cumhuri İslamini, yəni ekonomidə başlansa bunun əvvəli para ilə, fiyatla bağlı da olsa, çətinliklərlə, iqtisadi durumda bunlarla da bağlı olsa, ən sonucda gəlibdir ki, ölüm olsun Xameneyiyə, Xameneyi getməlidir və millət öz istədiyi hakimiyyəti burada bərpa etməlidir, ehya etməlidir. Biz yenə də dönəndə öz Güney Azərbaycanımıza maalesef dünəndən internetləri Cumhuri İslami %100 kəsibdir və bu nə deməkdir? Bunun arxasında bir təhlükə var. 6 il bundan öncə İranda mazot bahalaşdı, xalq meydana gələndə o da iqtisaddan başladı, ekonomi durumdan başladı. Xameneyi geçsin, Xameneyiyə ölüm olsunla sonuclananda interneti kuldan kəsdilər. İnterneti kəsəndə ilgilər, bağlantılar eşi ilə dışarı arası, içəri ilə dışarı arasında olmadı və biz sonra amarları özləri hələ hakimiyyət tərəfindən istatistikaları buraxanda ki, neçə nəfər tutuqlanıb, neçə nəfər ölübdür, biz gördük ki, bu rejim bir soyqırım yapıb öz xalqına, bir qətl-am yapıb. İndi dünəndən də bu internetin kəsilməsi bizim hamımızda belə bir həyəcan var ki, içəridə mütləq Cumhuri İslami qəddarcasına tutuqlayır. Özəlliklə Azərbaycan şəhərlərində üçün bu rejim Azərbaycana həssasdır. İndiyəcən olan qiyamlarda keçən 10-15 ildəki 5 dənə əsası İranda geniş miqyasda qiyam olubdur. Azərbaycan səhnəyə gəlməyibdir, bu rejim qalıb. Amma indi bugünkü Azərbaycan gəlib səhnəyə öz qiraəti ilə, öz manifesti ilə, yəni dünənki şüvarlara baxanda onlar ağızda şüvar deyirik. O sözcüklərin bətninə gedəndə görürük ki, bir dairətül maarifdir. Bu, yəni bilginlər, danışməndilərdirlər ki, xiyabana gəliblər. Pəhləvi bir şərəfdir, yaxud Bəsici bir şərəfdir, Xameneyi bir şərəfdir. Bir seri nüqta qoydu bizim xalqımız. Yəni, öncələr biz stadyumda bəzən şüvar olurdu ki, Azərbaycan şərəfdir, Pəhləvi bir şərəfdir. Hətta İranın parlamentında onu səsləndirdilər. Dedilər, ey dünya, görürsünüz, İran xalqı Pəhləvini istəmir. Deyirlər ki, Pəhləvi bir şərəfdir. Amma dünən xalqımız gəldi, oyunları pozdu. Azərbaycan oyuna gəlməz, Azərbaycan özü oyun qurar. Gəldi səhnəyə, gəldi xiyabanlara, dedi, Xameneyi də bir şərəfdir, Pəhləvi ilə yanaşı. Bəsicilər də bir şərəfdir. Yəni, bu məsələnin üstündə çox dura bilərik. Yəni, sonralar bunlar analiz edəndə bu sözcüklərin üstündə çox durub bunu geniş miqyasda danışa bilərik. Amma bugün o ki, bizə lazımdır, içərdəklərin səsi olmaq lazımdır. İçərdəklərdən çeşitli yollarla biz onlardan xəbər tutmalıyıq. Onların bugün indi iqtisadi durum acınacaqlı. Fars məntəqəsində acınacaqlıdırsa,
Türk bölgələrində neçə qatdır? Çün keçmişdə İranda nə fabrika var, gəlir var, Fars bölgələrində bunlar olubdur. Türk məntəqəsi zaten bir fəhlə işçi bölgəsinə çevrilmişdi. İndi bu görün ki, Türklər orada necə çətinlikdədir. Bu iqtisadi zorunluluqlar dursun bir tərəfdə. İndi Cumhur İslamının internet keçib orada baskı yapmalarına biz hamımız, hər bir Azərbaycanlığımız, burada mənim, sənim yoxdur, burada bizik. Burada millət vardır. Buna gələndə, Türkiyə konusuna gələndə indi mən belə deyərdim ki, bu keçmişdə 1-ci Dünya Savaşında Balkanlarda Türk əsgərləri, Osmanlı əsgərləri o çağda gəlib bir 3 il, 5 ildən sonra ki gəlirmişlər evlərinə, bunlara o komanderləri deyər ki, bu dəqiqə Qafqazda fərqi yoxdur. Qafqazda Marşi, Mungildə, Güneydə, Urmiyədə qətlam yapırdılar. Deyər ki, bu dəqiqə Güney və Kuzey Qafqazda dili bizdən olan, dini bizdən olan aynı millətlərimiz belə zor durumdadır. Və tarixin yazdığına görə orada Osmanlı əsgərləri evlərinə dönməzlər. Elə Balkanla birbaşa gələrlər, Qafqazda bizi nəcat verərlər ki, şairimizin şeirində var ki, Ənvər Paşa, Nuru Paşa dar günümdə gəldi qoşa, düşmanla girdi savaşa, de nədədir fərqim mənim, yaşa yaşa türküm mənim. İndi biz o tarixi əsası gətirəndə biz Türkiyə ilə bağlı, Azərbaycanımızla bağlı fərq etmir. Turanımızla bağlı, Özbək, Qırğız, Qəzzaq, bu dəqiqə onlar həssas olmalıdırlar. Çünki hər zaman bunlarda bir olay olanda bu Azərbaycan, özellikle Güney Azərbaycan xalqının dövlətləri olmasa da can deyib can eşidiblər. Yəni biz Türkiyəni, Azərbaycanı başqaları ilə bağlı siyasət yaparıq. Yəni başqa bölgələrlə, ölkələrlə bağlı. Azərbaycanla, Türkiyə ilə bağlı bizimki qarşılıqsızdır. Yəni biz elə kəndi kəndinə sevirik. Yəni bu dəqiqə Güney Azərbaycanda, Təbrizdə, Urmuda, Xoyda, Marağada, Ərdəbildə zorluqlara qalan xalqımız elə Türkiyənin, Azərbaycanın mədəni, fərhəngi, kültürel əsgərləridir. Sizin orada əsgərləriniz bu zor durumdadır. Bu dəqiqə dövlət olaraq onların halını tutmaq, onlardan xəbər alıb yaymaq, onlarla bağlı İrana nota vermək üçün gerçəkdən bizim xalqımız nə deyir? Deyir ki, 100 ildir, 50 ildə ki, Cumhur İslami adı ilə gəlibsiniz, ədalət, İslam adı ilə gəlibsiniz, 50 il bəkləntidə bir xalq qala bilməz ki, ana dilini istəyir. Nə gözəl, bax, biz bir terör istəmir o xalq, biri ölsün istəmir ki, ana dilini istəyir. Allah yaratmışı. Buna zor tətbiq etmək, bunları tutuqlayıb zindana salmaq, bunları aparıb binadan atırlar. Bizim o Aylar Həkkimiz, Məhsa Əminizər yanında bunu məsələn heç cinayətkar bunu işit də etmir, DAEŞ də etmir. Dünyanın ən qəddar teröristi də bunu etmir. Cumhur İslami biz Azərbaycanlılar haqda edir. Apardı bizim öğrencilərimizi 7-ci, 8-ci qat olan binalardan üstten aşağı atırdılar. Bu dəqiqə Türk dünyamızın, belə deyim, Turanımızın güneydə olan könüllü əsgərləri belə zorluqlarla qarşı-qarşıyadılar. Mediamıza gətirirsiniz, sağ olun, mən dəfələrlə sizin də qonağınız olmuşam. Sayın Neymət Pənahlı ki, bu barədə biz bunun haqqında fəqət deyə bilərik ki, çox sağ ol, var ol, Azərbaycanımızın ən gözəl vətəndaşısınız ki, həmişə bizə səs olubsunuz. Amma bu sivil olaraq biz bunu deyirik. İndi bu dəqiqə bizim dövlətlərimizə, Turanımıza, Türk dövlətlərinə gərəkdir ki, dövlət olaraq İrana nota verməlidirlər. O xalq ki vardır, bizdəndir, dini bizdən, dili bizdən. Onlar ana dilini istəyir. Ana dili istəyənlərin bir ayağın başqa arabaya, bir ayağın başqa arabaya bağlayıb, çəkib bu insanı bölməzlər. Bu insanın aparıb başını kəsməzlər. İndi bu çağdaşda biz IŞİD'i gördüğümüze göre, DAEŞ'i gördüğümüze göre deyirik belki onlar baş kəsir. Yox.
Əsl baş kəsmə pamparçılar biz Azərbaycanlılarla bağlı kəsiblər. Ələn də fərqi yoxdur. Baş kəsməsəz də aparıb binadan atırsınız. Arabanın altına qoyurlar. Bu dəqiqə ona görə mənə elə gəlir ki, sivil olaraq Quzey Azərbaycanımız, Türk dünyamız, Türkiyəmizdə media olaraq Güney ilə bağlı çox gözəl ilgilənirlər. Bundan təşəkkür lazımdır. Dövlət olaraq da elə sözün düzü bəklentimiz vardır ki, onlar sizin sivil əskərlərinizdir, sizi qarşılıqsız sevənlərdirlər, sizi təmənnasız, düzgün sevənlərdirlər. Onların səsi olub, Cumhur İslamiyə nota vermək lazımdır ki, onları baskıları azalsın. Çünki bu dəqiqə gerçəkdən mən burada qorxu həyəcanı keçirdirəm. Baxmayaraq burada mənə bir şey yoxdur. Amma ömür boyu, illər boyu mənə can qardaş deyib, şeir yazan şairlərimizin, ozanlarımızın orada indi onlarla bağlı bir soyqırım yapılır. Qətlam mı yapılır? Xozalımız yapıldı, keçmişdə bizə yaptılar. Amma gəlin burada o qədər səs olayın, gözəl səs olayın, izin verməyəyin bu qəddar hakimiyyət Güneydə xalqımızla bağlı qətlam mı yapar?